Ayrı düştük, aylar üstü gün oldu. Üç gün sensiz bir çağlayan sel oldu. Ayrı düştük, aylar üstü gün oldu. Üç gün sensiz bir çağlayan sel oldu. Bahçe saldım, çiçeği açtım, gül oldu, gül oldu. Hər doğumun nə vaxtsa ölümlə bitəcəyini bilən insan həmişə tələsir. Hansı saatlarısa öz yuxusundan uğurlayır, hansı günlərisə istirahətindən. Niyə insan hərdən dünyaya 5 günlük desə də özünü oda közə vurmaqdan usanmır? Bir dəfə, cəmi bir dəfə yaşadığını bilirkən niyə bu xislətindən dönmür? Beynimdə, fikrimdə bu suallara cavab axtara-axtara onun səliqə ilə qorunub saxlanılan arxivini vərəqləyirəm. Təəssüf ki, sənəti və yaradıcılığı bugünə kimi o qədər də tədqiq olunmayan bəstəkar, həkim, psixoloq Hacıbaba Həsənovun xatirəsini həzirlədiyimiz İki ömrüm olsaydı verilişində bir çoxunuz onun adını və mahnılarını bəlkə də ilk dəfə işləyəcəksiniz. Həzin və kövrək musiqinin ovqatı ilə şərəfli və yadda qalan bir ömrün zaman arxasında qalan anlarını sizə qovuşturmaq üçün yola çıxırıq. Hacıbaba Həsənovun bəxti onda gətirib ki, onun bəstələdiyi musiqilərin əksəriyyətinin sözləri, şeirləri Bəxtiyar Vahabzadənindir. Mən istəyərdim Bəxtiyar müəllim Hacıbaba Həsənovun yaradıcılığı, onun musiqisi barədə bir neçə kəlmə bizim gənc nəslə məlumat verərdi. Bilirsiniz, Hacıbaba rəhmətlik. 50-50-ci illərdə biz onunla tanış olmuşuq. Yəni mənlə onu tanış eləyən onun sənəti oldu. Çox gözəl musiqilər, nəğmələri yazardı və əməkdaşlıq eləyirdik. Mən istərdim ki, onun musiqi yaradıcılığından, bəstəkarlığından öncə onun insaniyyəti, onun insanlığı haqqında bir neçə kəlmə deyəm. Ona görə ki, yaxşı, xeyrxah, alicənab, insan olmayan adam böyük sənətkar da ola bilməz, heç sənətkar da ola bilməz. Hacıbabanı mənə sevdirən, mənim ona olan məhəbbətim birinci növbədə onun insanlığına idi. Əvvəla gözəl həkim idi, psixoloq idi.